Məsəd xanım, həyatımızın artıq yay fəslinə qədəm qoyuruq. Yay fəslində də ayrılmaz həyatımızın hissələrindən biri dondurmalardır ki, daha çox istifadə edirik. İstər uşaqlar arasında, istər böyüklər arasında artıq həyatımızın ayrılmaz bir qida rasionuna çevrilir ki, dondurmalar haqqında danışaq. Biz dondurmaları necə seçməliyik? Dondurmalar təbii ki, əvvəl zamanlarda daha çox yay mövsümünün qidası olsa da, qeyd etdiyimiz kimi müasir dövrdə demək olar ki, artıq bütün mövsümlərdə qəbul olunur və dondurmanın da əsas xammalı yenə də kərə yağı, süd, qaymaq, onlardan istifadə olunur, şəkər və yaxud da yenə də meyvələrlə dadlandırıla bilər. Və süd məhsulu tez xarab olmağa meyilli olduğuna görə saxlama ömrü az olur. Xüsusilə bu çəki ilə satılan, gündəlik hazırlanan dondurmalar ən çox risk mənbəyidir. Bəzən biz onların istehsal tarixini görə bilmirik. İstər bu yenə də həm premium, həm orta, həm aşağı səviyyəli olan yerlərdə də deyərdim ki, çox nadir hallarda rast gəlinir ki, həmin o qutuların yanında onun istehsal tarixi və yaxud da son istifadə müddəti göstərilsin. Əksər hallarda da onlar bəzən açıq şəkildə soyuducuda saxlandığına görə, mal qonşuluğu prinsipi pozulduğuna görə bəzən çarpaz çirklənməyə də səbəb olur. Ona görə əmin olmadıqları yerdən bu çəki ilə satılanı almaq tövsiyə olunmur. Digər bir məsələ emal olunmuş məhsullar. Əgər sadə dondurmadırsa, bəzən 6 aya kimi qalırsa, 1 ilə kimi qalırsa, bu onun tərkibindəki kimyəvi maddələrə, konservantların hesabınadır. Ona görə nə qədər yeni istehsal olunmuş, qəbul olunsa daha yaxşı olar və tərkibində də yenə də əsas hissəni kərə yağı, qaymaq, süd bunlar təşkil etməlidir. Əgər kərə yağı əvəz edicisi, süd yağı əvəz edici, emulqator, stabilizator bu kimi maddələr çoxdursa, onu qəbul etmək ümumiyyətlə heç tövsiyə olunmur. Ya da ki, yenə də 25 yaşdan yuxarı insanlar həftədə bir dəfə qəbul edə bilərlər bu qədər kimyəvi qatqı maddələri olanı. O da yenə də 200 mg-ı keçməmək şərti ilə. Çünki bəzən olur ki, keyfiyyətli dondurma olsa belə, onu həddindən artıq çox qəbul etdikdə də bu zaman artıq kalori, xüsusilə də yenə də xroniki xəstəlikləri olan insanlar üçün daha ciddi fəsadlar törədə bilər. Ancaq açıqda satılan dondurmalar isə yenə də keyfiyyətli olsa da, bu zaman az yaşlılarda, yuxarı yaşlı insanlarda fəsadlar törədə bilər ki, ona görə bu məqamlara diqqət etmək və miqdarını keçməmək lazımdır.